Piaget'in zehni inkişaf mərhələləri hansılar oldu? Piaget'in 4 zehni inkişaf mərhələsi var. Birinci hissi, hərəki və ya sensomotor 0-2 yaşdır. Sonra ilkin əməli və ya əməliyyat öncəsi 2 yaşdan 7 yaşa qədər. Üçüncüsü konkret əməli 7-11 yaş və sonuncu mücərrəd və ya formal əməli 11 yaş və yuxarı. O hansı nəzəriyyədir ki, onun iddiasına görə uşaq biliyi öz təcrübəsi ilə kəşf eləyir, inkişaf mərhələli və daxili mexanizmlərlə gedir, deyir. Piaget nəzəriyyəsi. Nəzəriyyələrdən gedir. Bəli, Piaget Piaget. nəzəriyyəsi. Doğrudur. Scaffolding nədir və scaffolding hansı zonada baş verir? Scaffolding Vygotsky'yə aiddir. Müəllimin və ya daha bilikli birinin uşağa göstərdiyi müvəqqəti mərhələli köməkdir. Mərhələlərlə baş verir və ən çox bu yaxın inkişaf zonasında baş verir. Doğrudur. Kömək var. Proksimal zona nədir? Proksimal zonada yaxın inkişaf zonasının ikinci adıdır. Doğrudur. Bəs burada zona 1 və yaxın inkişaf zonası bir-birinə nə ilə fərqlənir? Zona 1-də uşaq bildiyi biliklərdir. Uşağın artıq faktiki uşaq nəyi bilir, odur da, özü bildiyidir. Amma yaxın inkişaf zonasında isə uşaq hələ tək başına edə bilmədiyidir. Məsələn, ona kömək lazımdır, amma dəstəklə bacardığı sahədir. Bir-birinə fərqlənirlər. Bu təkrar olunan bir prosesdir. Məsələn, uşaq yaxın inkişaf zonasında nəyisə öyrənir, yenidən düşür aktual zonaya və yenidən nəyisə öyrənmək üçün təzədəndən yaxın inkişaf zonası. Belə-belə ömrü boyu davam edir. Tək məktəb, oxumaq dövründə deyil, həmçinin iş vaxtında da uşaq biz get-gedə ömür boyu nəyisə öyrənirik axı. Belə bu davam edir. Davamlı bir prosesdir. Doğrudur. Əla. Sonra keçdik oradan yanaşmalara. Bütün yanaşmaların, 4 yanaşmanın 4-ünün də ortaq olan, indi Frebel'i qoyaq qırağa, Frebel daha köhnədir. Üçünün deyək, Waldorf, Monti və Emilia'nın ortaq cəhəti. Onların hamısının ortaq cəhəti, hamısı uşağa yönəlmişdir, uşaq mərkəzləşmişdir. Əsas uşaqdır burada. İkinci ortaq cəhət oyundur. Üçüncü ortaq cəhətdir ki, bunlar dünya üzrə tanınmış, məsəl üçün, yanaşmalardır. Bizə də tətbiq olunub, üçü də, yəni gəlib tətbiq olunur, dünya üzrə tanınır bu yanaşmalar. Həmçinin burada üçündə də demək olar ki, ən çox indi Emilia'dadır, amma hər bir yerdə əməkdaşlıq üçündə də var. Oyun əsaslı öyrənmədir deyə bilərik, ortaq cəhət. Bəli, oyun da əsasdır burada. Oyun əsaslı öyrənmədir, valideynlərlə əməkdaşlıq şərtdir, beynəlxalq, beynəlxalq tanınmış, beynəlxalq dərəcədə tanınan yanaşmalardır. Həmçinin uşaq mərkəzlidir, bəli. Bir də uşaqların yaradıcılığına, müstəqilliyinə, inkişafına da xüsusi önəm verilir. Bu onların ortaq cəhətidir, bəli. Deyir ki, inkişaf sosial mədəni mühitdən asılıdır və uşaq bilikləri özündən daha təcrübəli şəxslərlə ünsiyyətdə inşa edir. Lev Vygotsky'nin nəzəriyyəsi. Bəli, Vygotsky nəzəriyyəsidir. Uşaq xüsusi hazırlanmış mühitdə hiss üzvləri və sensor materiallar vasitəsilə şuurludan şuursuz mənimsəməyə doğru müstəqil irəliləyir. Maria Montessori nəzəriyyəsi. Montessori yanaşması, bəli, doğrudur. Uşaqların maraqlarını uzun müddətli izləyən, 3 il ərzində eyni qrupla çalışan və uşaqla birlikdə tədqiqat aparan bələdçi ilə işləyir bu yanaşma. Emilia yanaşması. Bəli. Emilia yanaşması. Doğrudur. Əsasən nağıl, hekayə, incəsənət, mənəvi nümunələrlə uşaqlarda bilgəlik hissi formalaşdıran yanaşma. O da Waldorf'un yanaşmasıdır. Bilgəlik, bərabərlik formalaşdırır uşaqlarda. Bəli. Bu da Waldorf yanaşması olacaq. Əla. Gözə görünməz icra edici rolunda çıxış edən Montessori var. Yaxşı. Sonra təbii komponentlərdən ibarət əl işləri ilə, əl oyuncaqlarla, daha doğrusu təbii komponentlərdən təşkil olunmuş mühit və əl işlərindən olan oyuncaqlarla zəngin qrup otağı.
Waldorfdur. Əsas orada önəm taxtadan düzəldilmiş materiallar verilirdi. Texnologiyalar vasitəsilə düzəldilmiş materiallar qrup otağına buraxılmırdı. Məsəl üçün sintetikdən, plastikdən hazırlanmış oyuncaqlar daha çox təbii komponentlərdən hazırlanmış oyuncaqlara önəm verilirdi. Bəli. Sonra Gardner. Gardner'in intellekt nəzəriyyəsi Gardner'in intellekt nəzəriyyəsinin əsas ideyası nədir? Yəni burada hər kəsə fərdi yanaşma kimi də hər bir uşaq materialı necə qavrayır və yaxud da içərisindəki intellekt nəyə daha çox marağı var uşağın. Əslində düzgün tərbiyə olunsa, düzgün işlənilsə, bunlar inkişaf edər və uşaqda gələcəkdə hər hansı bir peşəyə sahib olmaqda və yaxud da maraq dairəsini tapmaqda kömək edər uşağa. Həmçinin elə uşaqlar var ki, bütün bu intellektlər düzgün yanaşılsa, öyrədilsə, bir uşaqda o intellektlərin hamısını məsələn üzə çıxarmaq olar. Doğrudur. Aha, deyir ki, uşaq həndəsi formaları bir-birindən fərqləndirməyi yaxşı bacarır, tanıdığı məkana getməyi, daha qısa yolu seçməyi, həmçinin konstruktorlardan maraqlı fiqurlar düzəltməyi sevir. Bu hansı intellekt növüdür Gardner'ə görə? Məntiqi riyazi. Yəni məkan. Baxın, deməli, həndəsi formaları bir-birinə yaxşı fərqləndirir, tanıdığı məkana getmək üçün qısa yolu seçə bilir. Məkan vizual. Bəli, maraqlı fiqurlar, bəli, bunu həmişə müəllimlər riyazi ilə qarışdırırlar. Bu məkan vizual, bu göz yaddaşıdır, göz yaddaşı. Gardner'in intellekt nəzəriyyəsinə görə göz yaddaşı, yəni məkan vizual bir növ əyani obrazlı təfəkkürə bənzəyir məkan vizual. Eyni ilə açar sözləri də bənzəyir, bəli. Bəs verbal lingvistik intellekt Gardner'ə görə necə olur? Burada məsələn uşaq zəngin söz ehtiyatına malikdir, oxumağa, yazmağa çox həvəslidir, nağıl etməyi sevir, söz oyunlarını təşkil etməyi, iştirak etməyi xoşlayır. Bəli, doğrudur. Söz bazası çox olur. Atalar sözü məsələn olur ətrafımızda insanlar ki, yəni söz çatdıra bilmirsən. Hazır cavab insanlar olur, bəli. Hər situasiyada atalar sözlərindən istifadə edir. Məsələləri, atalar sözü, söz ehtiyatı, zarafatı, hər şeyə bir fikri, bir münasibəti var və əsasən ünsiyyətçil insanlar olur. Yazı yazmağı, yəni əsərlərlə, nağıllarla, hekayələrlə də arası yaxşı olan, bəli, söz ehtiyatı zəngin, nitqi zəngin, fəal olan şəxslər olur, verbal lingvistik şəxslər. Əslində dilçiləri bura aid eləmək olar. Azərbaycan ədəbiyyat müəllimlərini, təbii ki, işini sevən peşəkar müəllimləri verbal lingvistik müəllimlər deyə bilərik, bəli. Deyir ki, uşaq təbiətin bir parçasıdır və o oyunla inkişaf edir. Bu yanaşma oyunla inkişaf edir. Frebelə aiddir. Bəli, biz demişdik ki, cümlədə oyun xüsusi vurğulanırsa, həmçinin Frebel deyirdi ki, oyun pedaqoqların əlində pedaqoji vasitə kimi istifadə olunmalıdır, hər tərəfli. Deyir ki, oyunlar uşaqların mənəvi hisslərini inkişaf elətdirir. Bu işdə müəllim və valideyn birlikdə olmalıdır. Uşaq ağlayanda ağlamaq, güləndə gülmək lazımdır, deyir. Bu da Frebelə aiddir. Bəli, bu da Frebelə aiddir. Sonra, bəs erkən yaşda əmək və fiziki fəaliyyətə təşviq olunmaq? Bu Waldorfda da var. Waldorf məsələn uşağın istəyirdi ki, uşaqlar tam müstəqil böyüsünlər, hər bir şeyi bacaran olsunlar. Bəli. Ona görə də onun bağçalarında uşaqlar bütün işlərdə iştirak edirlər. Təsərrüfat, məişət işlərində kömək edirlər, böyüklər iştirak edirlər. Doğrudur. Bəs müəllim öyrənmənin yoldaşıdır? Müəllim öyrənmənin yoldaşıdır, Emiliyadır. Bəli. Bəs mühit sakit, nizamlıdır, uşaq özünü sərbəst hiss edir? Montessori. Bəli. Fərdi öyrənmə ön plandadır? O da Montessori'dədir. Fərdi və qruplarla iş onda var. Aha, təhsil bir incə sənətdir? Təhsil bir incə sənətdir, bu Frebelə aiddir. Təhsil bir incə sənətdir. Təhsil bir incə sənətdir, Waldorf, bəli. Uşaq mərhələsində öyrənir. Yox, imенно o cümlə Waldorfdadır. Təhsil bir incə sənətdir. Uşaq mərhələlərlə
İncəsənət işləri Emiliya yanaşmasında var. Xüsusi hətta orada emalatxanalar var Emiliya bağçalarında. Emalatxanalar, Amma bəli, təhsil bir incəsənətdir ifadəsi sırf Valdorfa aiddir. Valdorfa aiddir. Bəli. Mərhələlərlə öyrənmə Montessoridədir. Bəli. Şuurlu və Aha, bəs şuursuz və inkişaf şuurlu. mərhələlərlə baş verir? O Piaget'in nəzəriyyəsidir. Bəli, əla. Doğru. Nigar müəllimə, siz mənə cavab verin. Bəli. Emiliyanın Montenin ortaq cəhətləri. Deməli, Emiliya ilə Montessorinin oxşar cəhəti uşağa mərkəzləşmiş sistem baxmaq, yaradıcılığın əsas götürülməsi, valideynlərlə əməkdaşlıq. Başqa yoxdur? Bir də başqa Yazılmamış. deyim, oyun var Var. müəllimə. Oyun Aha. var, uşaqların inkişaf etməsində, uşaqların araşdırılması var. Başqa? Yəni yazılmayanlardan biz sizinlə nəticələrə gəlmişdik ki, hansıları idi? Müxtəlif yaş qrupları ortaq cəhət deyilmi? Hə, müxtəlif yaş qrupları, düzdür müəllimə. Demək olar müəllimə, çoxunda müxtəlif yaş qrupları ortaq cəhətlər idi. Bir dənə şeydə Valdorfda eyni yaş qrupu idi. Müxtəlif yaş qrupu Emiliyanla Montenin ortaq cəhətidir. Montenin. Başqa Bəli. yerdə yoxdur. Valdorfda eyni yaşdır. Frebelə qeyd olunmuyor. Eyni heç bir yaş, yaş. bəli. Biz də ona görə dəyib dolaşmırıq Frebelə. Belə bizə çox da qarışdırmırıq o hissələri. Əsas bizə lazımdır. Hə, Freybeldə yaş yoxdur. Müxtəlif yaş qrupu. Hə, qeyd olunmuyor. Amma Müxtəlif müəllimə, yaş hə, qrupu, Freybelin məsələn orada 3-7 yaş deyəndə orada da müxtəlif götürə bilərik də müəllimə, yəni o yaş məktəblərdə. qrupu. Aha. Deyirsiniz ki, müxtəlif yaşlı uşaqlar eyni qrupda birləşir. Emiliyanla Montenin açar sözüdür. Bəli. Uşaq oyunla öyrənir. Ortaq cəhətdir. Sonra Ortaq cəhətdir. Ortaq cəhət olaraq müəllimə. bəli. Beynəlxalq yanaşmalardır. Beynəlxalq səviyyədə tanınmışlar. Hər biri yəni uşaq nəzəriyyəçiləri olmuşlar, Bəli. pedaqoqlar olmuşdur. Əlavələrinizi eləyin. Hər birinin məktəblər, uşaqlar üçün məktəblər açmışdır. Uşaqlar üçün böyük xidmətləri, onların təlim tərbiyəsi üçün böyük xidmətləri olmuşdur. Bəli. Yəni yazılmayan ortaq cəhətlər də var axı. Biz onları Bəli. qəbul eləmişdik. Sizin onları Düzdür müəllimə. Deməli, beynəlxalq səviyyədə tanınırlar. Müxtəlif yaşlı qruplar eyni qrupda birləşir. Day 0-3-4 ay söhbətini unudursunuz. O 4 ay. Demirik, müxtəlif yaş Hə, deyirik. müxtəlif yaşlı uşaqlar eyni qrupda birləşir. Oyun əsaslı öyrənmədir. Beynəlxalq səviyyədə tanınan yanaşmalardır. Uşaq mərkəzlidir. Ailə ilə sıx əməkdaşlıq, uşaq yaradıcılığı, uşaq təlimi mərkəzindədir. Bunlar bu iki yanaşmanın ortaq cəhətidir. Sonra Valdorfun özünə məxsusluqları hansılar oldu ki, Montedə deməli yoxdur, belə deyək. Valdorf bağçasının beynəlxalq səviyyədə tanınmasının məqsədi nədir? Daha doğrusu səbəbi nədir? Deməli, orada müəllimə var idi ki, uşaqlar dedi ki, orada müəllim mənəvi bələdçidir. Sonra heç bir yəni müdaxilə etmir. Uşaqlarda humanist ideyalar, fikirlər, birgəlik, bərabərlik var idi. Valdorfda. Ondan başqa dedi ki, oyuncaqlar təbii materiallardan hazırlanmışdı. Daha çox taxtalara dedi ki, üstünlük verilirdi. Onun əsas Montessori'də dedi ki, necə müəllimə? Əsas fərqi erkən yaşda akademik biliklərin olmamasıdır. Biliklərin olmaması idi müəllimə. Bəli, 7 yaşa qədər uşaqların heç bir oxumaq, yazmaq yəni öyrədilmir. Onlar daha çox oyun formasında oyun oynayırlar. Yəni Valdorf onu icazə vermirdi. Başqa nə olur? Deməli, uşaqlar orada təbii materiallardan, taxtalardan, parçalardan, yəni şam qozalarından oyunlar oynayırdılar. Sonra sensomotor oyunlar var idi, həm də burada uşaqları oynamaq üçün. Sonra dedi ki, heç bir texnoloji avadanlıqlar, yəni uşaqlara, uşaq otaqlarında yəni yox idi, icazə vermirdi. Deyirdi ki, 7 yaşa qədər yəni onu yaxşı bilmirdi. Təkcə oyun, təqlid, əmək, həyat yanı sahibliklər. Sonra burada bir də müəllimə, yəni digərlərində yox idi. Məsələn, mən burada gün rejiminə də rast gəldim ki, uşaqlar rejimlə idi. Yəni onların oynamaqları, asudə vaxtları, qidalanmaqları, bağçaya gəlməkləri, getməkləri hər bir sistemdən, rejimlə idi. Yəni saatla idi. Sonra bədən, deyir ki, ruhun inkişafı, bədən, zehin, ruh burada Valdorfda var idi. Valdorf otaqlarında dairəvi idi. Yəni da otaqlar, çünki deyirdi ki, uzunsov, dördkünc otaqlar uşağın inkişafına yaxşı yəni köməklik göstərmir. Ona görə dairəvi idi. Taxtalardan təbii materiallar, otaqlarda mövsümü masalar var idi ki, məsələn payıza, yaza aid masalar var idi. Deyək ki, indi mən cümlələr deyim, siz baxın hansı yanaşmadır. Deyək ki, qruplarda eyni yaşlı uşaqlar
toplanılır və bilgi sosiallaşmanı təmin etmək üçün tədbirlər, festivallar təşkil olunurdu. O Valdorfdaydı müəllimə. Bəli. Müxtəlif yaşlı uşaqlar bir qrupda birləşdirilir. Əsas məqsəd daha bilikli yoldaşından öyrənmədir. Demək o Emilia. Montessori'də də var idi o əslində. Daha bilikli Emilia. Bəli, daha bilikli. Aha. Əsas məsələyə gəldik. Bayaqdan qeyd etməyi unutduğumuz kiçik yaşlılar, böyük yaşlılardan öyrənir. Onların ortaq cəhəti idi. Bəli müəllimə. Bunları biz neçə dəfə demişik, amma indi unutduq. Amma daha bilikli olaraq Emiliyanı götürürük, amma əslində yəni böyüklər rol model olur, kiçiklər böyüklərdən öyrənir. Bəli, baxın, ideya başqadır. Prosesin içində olan bir şey başqadır. Monte uşaqları nə üçün qruplara bölüb? Onu deyin. Monte uşaqları niyə qruplara bölüb? Onu nəyə görə qruplara bölüb? Yəni müxtəlif yaşlı. Hə, 0-3 yaş şuursuz, 3-6 şuurlu mərhələləri idi, qrupları idi. Ona görə bəs nə üçün o, daha doğrusu niyə emiş qarışıq yaş qrupuna bölüb uşaqları müxtəlif yaşa bölüb? Nəyə görə? Çünki deyir ki, balacalar böyüklərin təcrübəsindən, biliyindən faydalansın, öyrənsin. Onlar bir-birini öyrətsin. Cümləni olduğu kimi deyirik. Daha bilikli yoldaşından öyrənmək. Daha bilikli yoldaşından öyrənmək üçün. Bu hansı nəzəriyyəyə aparır? Daha bilikli yoldaşından öyrənmə hansı nəzəriyyəyə aparır bizi? Daha bilikli yoldaşından öyrənmək, deməli burada şeydə Montessori'də də var idi müəllimə. Nəzəriyyə hansı nəzəriyyəyə aparır? Daha bilikli yoldaşından öyrənmə. Vygotsky-də var idi müəllimə bir də. Vygotsky aparır. Ona görə də Emiliya yanaşması hansı konstruktivizmə əsaslanır? Hə, deyim də müəllimə, Emiliya yanaşması sosial konstruktivizm idi. Montessori'də də Piaget'in kognitiv konstruktivizm idi. Nədir sosial kognitiv konstruktivizmlər? Sosial nədir müəllimə? Yəni sosialdan öyrənmək, yəni ətrafdan, böyüklərdən, ana babalarından, ana atalarından, nənə babalarından, bacı qardaşlarından və yaxud da ki, otaqda, məsələn, bağçalarda daha böyüklü uşaqlardan öyrənməkdir. Kognitiv konstruktivizm də yəni idrakin inkişafı deməkdir. Aha, sosial konstruktivizm uşağın sosial münasibətlər zəminində sosial mühitdə öyrənməsi deməkdir. Zehni inkişafının baş verməsidir. Kognitiv konstruktivizmə zehni əməliyyatlar hesabına uşağın idrakının inkişaf etməsidir. Hər ikisində idrak inkişaf edir. Sadəcə birində sosial münasibətlər hesabına, digərində isə idraki proseslər hesabına. Əla. Deyir ki, oyun texnologiyası tərbiyəçi müəllimin əlində pedaqoji vasitə olmalıdır və o uşağın mənəvi dünyasının ilə vəhdət yaradır. O Valdorfdaydı müəllimə. Yəni deyir ki, oyun düzdür, uşaqlar üçün, inkişafı üçün yaxşı nəticədir, amma onu yəni bilikli müəllimlərin əlində, yəni kör-köranə deyil. Çünki o uşağı inkişaf elətdirməklə yanaşı düzgün istifadə edilməsə pis də nəticə verə bilər. Onu Valdorf demişdi, yoxsa Freiberg? Yox, Freiberg demişdi, müəllimə çaşdım. Bəli, Freiberg. Freiberg. Oyun texnologiyası. Bəli, müəllim. Ona görə də o həmçinin də hətta dayələr üçün belə onların təlim-tərbiyə almaq üçün, maariflənmək üçün kurslar açmışdı. Bəli, tərbiyəçi müəllimlər və dayələrin mütəxəssisləşməsi üçün kurslar açmışdı, doğrudur. Bu fikir də oyun haqqında fikirlərdir, məhz Freibergə məxsusdur. Bəli. Deyir ki, sistemli xalq oyunları təlim-tərbiyə prosesində uşaqların harmonik inkişafına səbəb olur. Xalq oyunları burada müəllimə şeydir, Valdorfdaydı, xalq folkloru. Sistemli xalq oyunları təlim-tərbiyə prosesində uşaqların harmonik inkişafına səbəb olur. Bu biz demişdik axı, xalq adət-ənənəsi, bir də oyun texnologiyası təriflənir Freiberg yanaşmasında. Freiberg yanaşması. Freibergə görə. Layihə metodu uzun müddətli və nəticəyönümlü o Emilia idi müəllimə. Emilia. Bəli. Müxtəlif yaşlı uşaqlar inkişaf mərhələlərinə görə qruplaşdırılır. Montessori. Bəli, doğrudur. Sonra. Nəzəriyyələrdən sual vermədim sizə. İnkişaf öyrənmədən əvvəl gəlir. O Piaget'dir. Öyrənmə birinci gələnsə Vygotsky-dir. Deməli, inkişaf öyrənmədən əvvəl gəlir. Bu nə deməkdir?
Nə Birinci mənada? inkişaf birinci inkişafdır, sonra öyrənmə gedir. Birinci inkişaf edir, sonra öyrənir. Uşağın birinci zehni inkişafı baş verir, Zehni inkişafı baş verir, sonra sonra öyrənməsi olur. öyrənmə baş. Bəli, bu Aha, Piaget-də idi aha. müəllim. Bəs digəri öyrənmə inkişafı qabaqlayır nə deməkdir? O Vygotsky-də idi. Yəni deyir şuursuz öyrənir də. Uşaqlar əvvəlcə kök rayonu öyrənir. Vygotsky deyir ki, uşaq öyrənə-öyrənə inkişaf edir. İnkişaf edir. Bəli. Piaget deyib ki, bioloji konsepsiyadır. Uşağın zehni yaşı müəyyən bir yaşa çatmalıdır, müəyyən bir inkişaf səviyyəsinə. Sonra öyrənəcək. Biz orada nə idi o? Manej məsələsini orada nümunə göstərmişdik ha. Vygotsky deyir ki, manej ver, uşaq gəzməyi daha yaxşı öyrənsin. Piaget deyir ki, manej vermə, qoy özü yıxıla dura öyrənsin. Arasındakı fərq bu idi. Öyrənsin. Hər ikisində də öyrənmədir. Təbii yol Biri öyrənsin. bir dəstək tərəfdarıdır, bir dəstəyin tərəfdarı deyil. O hansı yanaşmadır, daha doğrusu nəzəriyyədir ki, deyir ki, uşağın yoldaşları ilə birlikdə öyrəndikləri tək başına öyrəndiklərindən qat-qat üstündür. Yoldaşları ilə öyrənməyi yəqin ki, Montessori ilə Emilia müxtəlif yaşlı uşaqlar. Nəzəriyyələrdən hansı nəzəriyyəyə əsasən uşağın yoldaşları ilə öyrəndikləri tək başına öyrəndiklərindən qat-qat üstündür. Vygotsky. Bəli, bu Vygotsky'dir ki, yoldaşı ilə öyrəndiyi tək başına öyrəndiklərindən qat-qat üstündür. Gardnerin intellekt nəzəriyyəsindən bizə orada nə var idi? Fərd daxili intellekt ya da şəxs daxili intellekt digər intellektlərdən nə ilə fərqlənir? Hansı açar sözlərimiz var? Deməli, mənim orada var idi ki, uşaqların da fərd daxili olmaq, xəyallar qurmaq, planlamaq, refleksiya etmək, bu fərd daxili idi. Şəxslər arasında lider olmaq, təşkilatçılıq eləmək, da şənliklər, manipulyasiya eləmək də bu şəxslər arası idi. Bəli, şəxslər arasında liderçilik olur, fərd daxilində isə öz sözü açar sözümüzdür. Özü olur, Çox bəli, işləməyi müəllimə, istəyir, daxili. öz daxilisi, öz dəyəri, sonra öz fikirləri, Özü ilə tək qalmaq üçün Bəli. vaxt, səssizlik, öz tempi ilə işləmək bacarığı. Bəli. Əla. Şəxs daxili uşaqlar üçün hansı iş forması əlverişli idi? Qrup işləri. Cütlər. Çünki liderlik bacarığı var idi. Birinci cütlər. Cütlər arası, bəli, müəllimə. Birinci cütlər, doğrudur. Bəli. Sonra orada nə qaldı? Frebel'dən, Waldorf'dan soruşdu. Yanaşmalardan. O hansı yanaşmadır ki, iddia eləyir ki, uşaqlar təbii, qayğıkeş və rahat mühitdə böyüklərin xarici müdaxiləsi olmadan böyüməlidir. Təbii mühit Emilia. Bizə fikrə baxın. Mühit söz təkrar edirəm. Uşaqlar o yanaşma müəllif iddia edirdi ki, uşaqlar təbii, qayğıkeş və rahat mühitdə böyüklərin xarici müdaxiləsi olmadan böyüməlidir. Təbii mühit orada müəllimə bir də Waldorf da var idi, Waldorf. Bəli. Bizə ideya lazımdır, fikir. Bəli. Düzü Waldorf nə sosial konstruktivizmə, nə kognitiv konstruktivizmə əsaslanmasa da, o da uşaqların müstəqilliyinin tərəfdarıdır. Waldorfun açar sözləri hansılardır? Deməli, müəllimə, Waldorfun açar sözləri, orada söz azadlığı var idi, ruhun azadlığı var idi, birgəlik var idi, bərabərlik var idi, mənəvi bələdçi var idi, müəllim orada mənəvi bələdçi rolunda idi, təbii komponentlər var idi, oyuncaqlar təbii materiallardan düzəlmə idi. İlk 7 ildə, məsələn, uşaqlara heç bir oxu-yazma öyrədilmirdi. Sonra texnoloji avadanlıqlar otaqlara gətirilmirdi. Otaqlar dəyirmi formasında idi. Orada deyir ruhun azadlığı, ruh sözü, birgəlik, söz azadlığı varsa bu Waldorfdur. Bəli, təşəkkür edirik sizə gəlmə. Zonalarından məlumat verin. Sosial öyrənmə nəzəriyyəsidir. Zonalarından deyim ki, 3 zonası var. Birinci zona, ikinci zona, üçüncü zona. Birinci zonada yəni uşağın heç bir öyrənmə prosesi getmir. Sabit tərsdir də deyək ki,
uşaq orada heç bir öyrənməyə yəni öyrənməyə meyil yoxdur. Amma ikinci zonada artıq orada yaxın inkişaf zonasıdır ki, burada hansısa öyrənmə prosesi getdikcə uşağa yəni hansısa bir dəstək göstərilir. Bu dəstək də scaffolding adlanılır ki, yəni orada istəyər o insan faktoru ola bilər, istər yəni qeyri-insan faktoru ola bilər, amma yəni bununla yanaşı, yəni orada dəstək gedir də, uşaq o dəstək nəticəsində, təkrar nəticəsində öyrənmə prosesi, cəmiyyətə, sosiallığa öyrənir, yəni belə. Üçüncü zonada artıq amma uşağın yəni belə deyək, yaxın inkişaf zonasından sonra artıq da öyrənmə prosesi baş verib aktual zonadadır uşaq. Bəli. Yəni üçüncü zona birinci zonada olanda əl çatmaz görünür. Ona biz əl çatmaz zona deyirik. Yəni uşağın zona 1-də olarkən gördüyü üçüncü zona əl çatmazdır. Deyir, hətta belə cümlə yazırlar onun üçün. Deyir ki, daha təcrübəli birinin dəstəyi olsa belə həmin an üçün deyir, qeyri-mümkündür o zonaya çatmaq. Bəli, qeyri-mümkündür. Bu sualı mənə tez-tez verirlər. Həmişə bu zona məsələsini mən təzə başlayan müəllimələrimlə şahid oluram. Həmişə təzə başlayırlar, bir gün qoşulurlar ya da axşam ikinci suallar belə olur. Müəllimə, sizcə mən çatdıracağam? İkinci sual belə olur. Deyirəm ki, oxusa çatdırarsınız. Həmin an üçün onlar üçün əl çatmaz və qeyri-mümkün görünür. Sonra keçdik sual verməyə sizə. Deməli, animizm nə idi? Animizm canlı, cansız faktordur. Yəni hər şeyi canlı görür. Belə deyək. Canlı, cansız aləmin obyektlərini aləmi qarışdırır da, bəli, bir bir-birinə nümunə qarışdırır. aydın olsun hər şey. Məsəl üçün canlı, cansız da necə deyim? Qapı hissləndi, stul ağladı, sağ olun. Buyurun, bəli. Belə. Yəni ancaq şərt deyil ki, orada heyvanlar olsun. İstənilən bir əşyaya bir canlı xüsusiyyəti əlavə eləmək. Aha. Uşaqlara, deməli, bir kere nümunə deyim, siz baxın görüm onlar skafoldikdir yoxsa yox. Tapşırığın həllinə dair hissə-hissə yönəldici suallar vermək. Skafoldikdir, mənim. Skafoldikdir, hissə-hissə yönəldicidir. Aha. Tərbiyəçinin yeni mövzunu izah etdikdən sonra nümunələr göstərməsi. Bəli, skafoldikdir, nümunə verir orada. Birbaşa yox, dolayı yolla suallara cavab verilməsi. Bu da skafoldikdir. Aha. Bəs hazır nəticəni uşağa vermək? Yox, bu skafolding deyil. Uşaq orada heç nəyə araşdırmır. Bəli, sualına birbaşa cavab vermək? Olmaz, skafolding deyil. Skafoldingin açar sözləri hansılar olacaq? Dəstək, yol göstərmək, istiqamət vermək. Hissə-hissə, bir də addım-addım sözləri. Bəli, addım-addım. Hissə-hissə, addım-addım, bir dolayı yolla cavab vermək, ipucu vermək, bir də yönəldici suallar vermək skafoldingin açar sözləridir. Sonra keçdik piagedən yanaşmalardan. Mən sizə bir neçə cümlə deyim, siz ona baxın. Deyir, uşaq bağçası konsepsiyasının banisidir. Uşağın inkişafını təbiətə bənzədir. Bəli, uşaq bağçası konsepsiyası. Bəli, özü təbiətə bənzədir. Onu biz çiçəyə bənzətdiyi üçün biz ona deyirik ki, uşağın inkişafını təbiətə bənzədir. Güllər, çiçəkdir, bağbanlar bizə adlandırır. Güllər, çiçəklər də uşaq. Doğrudur. Deyir ki, bu elə bil olacaq deyəsən nəzəriyyələrdən də deyəndə sual verdi, nəzəriyyə deyəcəm, yanaşmalardan sual verdi, yanaşma deyəcəm ki, çəkməyəsiniz. Uşağın özünə inamını zədələməmək üçün prosesə yersiz müdaxilə etməyən bələdçidir. O Montessori'dir. Yəni didaktik materialları inkişaf edici mühiti yaradır müəllim, amma kənardan ona müdaxilə etmədən bələdçilik edir. Aha, bəli. Yəni orada hardasa bir konflikt prosesi var, baş verərsə müdaxilə edir. Konflikt yoxdursa müdaxilə uşağın deyir, fəaliyyətinə müdaxilə etmir, bəli. Deyir, inkişaf sosial mədəni mühitdən asılıdır. Uşaq bilikləri özündən daha təcrübəli şəxslərlə ünsiyyətdə inşa edir nəzəriyyə.
nəzəriyyə olaraq daha təcrübə, bu Vygotsky nəzəriyyəsidir. Bəli, Daha Vygotsky. təcrübəli bilinən Bəli, deyir ki, nəzəriyyə olaraq odur. Amma burada yanaşma olaraq Emiliya yanaşmasıdır. bəli, yanaşma soruşsalar, bəli, Aha, yanaşma aha, olaraq Emiliya Emiliya. yanaşmasıdır. Deyir ki, əsas vaxtı nağıl, hekayə, incəsənət işləri Bu təşkil edir. Vardovdur. Bəli, tərbiyəçi Orada isə deyir, yəni fəaliyyətini bədii, dəyişdirən bəli, mənəvi bələdçidir. bədii təfəkkür məşğələsi əsasən, bədii, Fəaliyyətlər. estetik fəaliyyət hamısı Vardova aiddir. Orada öyrənmə prosesi ardıcıl 3 addımla həyata keçirilir. Tanışlıq, təcrübə, təcrübədən müxtəlif anlayış əldə olunur. Sonra orada incəsənətli təhsil. İndi cümləyə qulaq asın bir dənə. Deyir ki, Aha. uşağın inkişafı riyazi və struktur sistemə malik xüsusi oyun materialları ilə dərəcəli şəkildə inkişaf etdirilir. Burada material varsa Montessori'dir. Aha. Yəni riyazi materiallar, didaktik materiallar deyiriksə. Amma bir də material o riyaziyyat Freirelə aiddir digər məşğələlər. Baxın, indi cümləyə baxın. Cümləni təkrarlayıram. Yəni bir zəhmət olmasa təkrarlayın. Uşağın inkişafı riyazi və struktur sistemə malik xüsusi oyun materiallarının dərəcəli şəkildə orada oyun materialları deyirsə artıq oyun materialları deyirsə burada Üstə gəldi. Baxın, yəni belə onu deyir. Deyir, xüsusi struktur sistemə malik dərəcəli şəkildə qavrama. O dərəcələr var, deyir. Bəli, 6, orada 8, 27 isə. Bəli. Yəni 6 hədiyyələri var idi onun. Burada Yəni o dərəcəli şəkildə qavramaq bilirsin nədir? Orada hissələr var. Deyirsən 8 hissəyə bölünmüş kubik, sonra 27 hissəyə bölünmüş kubik. Bu onun deyir, dərəcəli şəkildə qavranılması prosesidir. Bəli, bu Freire'nin oyuncaqları ilə bağlı olan bir cümlədir. 6 növ hədiyyəsi var idi. İstəsəz deyə bilərəm. Yox, ehtiyac yoxdur. Hədiyyələr düşüb düşməmə ehtimalı biraz aşağı səviyyədədir, amma biz öyrənmişik, əsas odur. Daha maraqlı bir cümlələr deyək. Müəllim uşaqlarda bilgəlik və bərabərlik hissi formalaşdıran mənəvi bələdçidir. O Vardovdadır. Bilgəlik, bərabərlik Vardovdadır. Bəli, deyir, öyrənmə prosesi tək başına yox, sosial münasibətlər və əməkdaşlığa əsaslanır yanaşmalardan. O bir Emiliya yanaşmasıdır. Əməkdaşlıq, sosial münasibətlər. Montessori yanaşmasında uşaqların qiymətləndirməsi necə aparılır? Müsəlman. Montessori yanaşmasında, yəni uşağı necə qiymətləndirir müəllimə? Gəlin əvvəlcə Emiliyadır. Emiliyada qiymətləndirmə necədir? Emiliyada. Ay sağ olun. Portfolio. Yəni sənədləşmə, bəli, blok sistem, portfolio. Yenə indiki zamanında bizimki kimi də deyək. Bəli, blok sistem, flowchart. Bəli, meyar cədvəlləri ilə cədvəlləri yığırıq ora. Orada da öyle. Bəs Montedə necə idi? Necədir? Hazırda da Montessori bağçaları var da. Müəllim uşaqları necə qiymətləndirir? Yəni müşahidə. Ay sağ olun, müşahidə. Müşahidə. Axı biz dedik gözə görünməz bələdçi. Bir anlıq yadıma gəlmədi. Müşahidə, bəli, müşahidə edərək. Bəli. Montessori'da qiymətləndirmə müşahidə yolu ilə, Emiliyada isə flowchart, blok sxem, yəni bizim dilimizdə desək, portfolio hesabına aparılır. Yaxşı. Deyir, öyrənmə prosesi əvvəlcə tanışlıq, sonra təcrübə, sonra isə anlayışın əldə edilməsi ilə mümkündür. O vardır, ustadı müəllimə. Bəli. Deyir ki, uşağın ilk 3 ilində eyni müəllimlə çalışması məqsədə uyğundur. İlk 3 ili o Emiliyadadır, səhv eləmirəmsə. Bəli, o qeyd edir ki, ilk 3 il uşaqlar eyni qrupda, eyni müəllim çalışmalıdır. Belə bir ifadəsi. Montessori'də 2 tərbiyəçi idi, 2 o yadımdadır. Bəli. Emiliyada eyni müəllim idi. Belə. Deyir, insanın mənəvi inkişafı və ruhuna azadlıq vermək ön plandadır. Təlim humanist ideyalarla qurulur. O da Vardovdur, müəllimə Vardovdur, humanist ideyalar. Bəli. Məktəbəqədər təhsildə uşaqların fəaliyyətinin əsasını oyun və özünü təzahür təşkil edir.
Oyun Həmçinin varsa əlbəttə ki, Friedrich Freud. bəli, həmçinin uşaq bağçası konsepsiyasının da əsası qoyulmuşdur. Bəli, Aha, qoyulmuş. tarixi təsisçi hesab olunur. Bəli. Düzdür, o vaxta qədər uşaq bağçaları olub, yəni müxtəlif formatda, bəlkə də başqa-başqa yerlərdə, amma strukturu və məzmun daha doğrusu proqram əsasında Frebel təşkil edib kursları falanı. Yəni biraz məktəbə qədərə verdiyi töhfələrə əsasən təsisçisi, tarixi təsisçi hazırda Frebel hesab Freud. olunur. Bəli. Freud. Yaxşı. Bir dənə də sual verim. Buyurun. Uşaq yaradıcı və sosial tədqiqatçıdır. Yaradıcı və sosial deyirsə Emiliyadır müəllimə. Həm Bəli. orada sosiallıq var, həm də yaradıcılıq var. Aha, sosial tədqiqatçıdır. Sənədləşdirmə əsas qiymətləndirmə vasitəsidir. Emiliyadır əlbəttə ki, o da portfolyodur Bəli. bayaqların. Mühit nizamlıdır, sakitdir, sərbəstdir. Bu Montessori'dir, mühit nizamlıdır, Aha. sakit, uşaqlar hər kəs öz yəni öyrənmə prosesində də belə deyək. Uşağın yüz dili var. O Emiliyadadır. Yəni uşaq özünü müxtəlif cür ifadə edə bilər. Bəli. Yəni necə? Nə mənada deyib bunu? Yəni belə deyək də, öz fikirlərini belə deyək. Müxtəlif Yox, cür öz ifadə fikirlərini edə deyil də, bilər. ifadə edə bilər. Elə Bəli. fikirlərini, bəli, istəklərini, fikirlərini. Nümunədə də belə deyir hətta. Deyir, əgər uşağınız bir uşaq mütəmadi olaraq velosiped şəkli çəkirsə, deməli o velosiped istəyir. Bu mənada. Sağ olun, bəli. Rəqslər, rəsmlə, incəsənət işləri ilə. Burada incəsənət işi deyəndə bizim təsəvvürümüzə ancaq rəsm gəlir, amma Emiliya bağçalarında xüsusi emalatxanalar var ki, onlar orada müxtəlif incəsənət işlərini, yəni nə bilim bizdə o gillə işə nə deyirlər? Bluzçuluq işi, rəsm işi, boyalarla müxtəlif bizdə ştampinq indi gəlib o Emiliya bağçasında 100 il bundan qabaq ştampinq texnikası ilə şəkil çəkmə olub. Yəni düz deyir, bizdə də olub əvvəllər. Biz indi adını ştampinq demişik də ona. Yəni bu cür müxtəlif cür deyir, uşaq özünü təzahür edir, rəqslə, rəsmlə, oyunla hər cür özünü ifadə edir. Biz deyir sadəcə onlardan birini başa düşürük. Yaradıcılıq, bəli. Bəli, o mən oxumuşdum onun o haqqda fikrini yazmışdı ki, biz yalnız onun birini başa düşürük. Belə də qeyd eləmişdi hətta. Mən o vaxtlar kitabı hazırlayanda çox araşdırmışdım. Onları lazımlı, lazımsız hər şey oxumuşdum onlar haqqında. Deyir ki, nağıl saatlarına, musiqiyə, sənət işlərinə, dram işlərinə xüsusi əhəmiyyət verilir. Bu Waldorfdur, müəllimə, Waldorf, nağıl, yəni rol, belə teatr deyək, dram işləri. Bəli. Bunlar hamısı Waldorfda. Tərbiyəçi ruhlandırıcıdır və nümunə göstərəndir. Ruhlandırıcıdır Və nümunə göstərəndir. Nümunə. Yenə də Waldorf. Waldorfdur ruha görə dedim. Burada sadəcə məni bilirsiniz necə çaşdırdı. Nümunə göstərəndir, o Vygotsky'yə görə çaşdım ona görə. Yox. Qaldım. Ruhlandırıcı, amma yanaşmadandır. Ruhlandırıcı ruhlandırır yəni uşaqları dedik. Nümunə bilsin nədir? Orada deyilir uşaqların fəaliyyətində hər hansısa bir yanlışlıq olanda tərbiyəçi ya nağılla onu korreksiya ya da deyir fəaliyyəti dəyişdirir. Nümunə göstərdi. Orada məsəl üçün cırtdan nağılını danışır ya da nə bilim biz bir hansısa bir nağıl danışır. O nağılın içərisində uşağın davranışındakı yanlışı ona göstərir. Hər yolunda göstərir. Bu Waldorf yanaşmasına görə müəllimənin nümunə göstərməsidir. Ritmik, harmonik və rejim əsaslı öyrənmə. Rejim də Waldorfun içindədir müəllimə. Yəni orada hər bir öyrənmə prosesi eyni saatda, eyni vaxtda belə gedir. Necə ki bizdə indiki təhsildə olan. Doğru. İndi keçdi bir dənə də Gardnerdən verim, o da küsməsin. Deyir ki, bu intellekt növünə malik olan şəxslər jestlər vasitəsilə duyğularını rahat şəkildə çatdırır. Yüksək fiziki fəaliyyət, aydın koordinasiya, çeviklik, hərəkət, yəni bədən kinestetik. Bəli, taktil yaddaşına malik olurlar, deyir belə insanlar. Bəli. Bədən kinestetik. Belə insanlar, bu intellekt növünə malik olan insanlar xırda detalları asanlıqla yadda saxlayır,
Cədvəlləri rahatlıqla oxuyur, diaqramları O anlayırlar. məntiqdir burada, Aha, deyir, məntiq real riyaziyyat. obyektləri, sxemlərə, daha sonra obyektləri köçürmələr eləyə bilirlər rahat şəkildə. Hansı intellekt? Məkan vizualdır da. Burada real Bəli, obyektləri köçürürsə, bəli, baxın, xırda məkan detalı, vizual. Hə. təkrar, xırda detalı asanlıqla Ay, yadda tamam. saxlayır. Göz Göz yaddaşı da deyək, yaddaşı, müəllimə. bəli. Cədvəli Bəli. rahatlıqla oxuyur. Şuurunda, Bəli. təsəvvüründə obyekti rahatlıqla köçürə bilir. Bəli, bu da yenə də məkan Göz yaddaşı. vizualdır. Bəli. Bəli, əsas Məkan açar vizualdır. sözümüz olacaq göz yaddaşı. İndi sizə başqa bir sual verim. İndi də baxın. Deyir ki, belə intellekt Aha, növünə bəli. malik olan insanlar səbəb-nəticə əlaqəsini aydın başa düşür, sistemləşdirmə, Aha. abstraktlaşma kimi zehni əməliyyatlar apara Ha, bilir. burada məntiqi riyaziyyatdır. O Bəli. bayaq mən bir anlıq çaşdım sizin o Aha. birinci sözünüzə Müxtəlif- görə, amma indidir. Ay, Məntiqi sağ olun. riyaziyyat indidir. Deyir, Bax. qrafik, statistik məlumatları asanlıqla Bəli. işləyir. Mürəkkəb Bəli. məsələləri həll edir. Bəli, bu zaman olur məntiqi bir dənə Məntiqi müəllimələrin ən çox qarışdırdığı məkan vizualdır. O da riyazi ilə qarışdırırlar. riyaziyyat. Hardakı göz yaddaşı var, mən onu da yadımda saxlayıram. Göz yaddaşı varsa, bu məkan vizualdır. Hardasa səbəb nəticə varsa, yəni düşünmə, bir nəticəyə gəlmə, bu varsa məntiqi riyaziyyat. Deyir ki, bu intellekt növünə sahib olan insanlar refleksiya bacarıqları güclü olur. Özünü nizamlama və özünü qiymətləndirmə qabiliyyətləri ilə seçilirlər. Özünü qiymətləndirməksə fərd daxilidir, mən bir səhv eləmirəmsə, müəllimə. Fərdi refleksiya, özünü nizamlama, özünü qiymətləndirmə olur şəxs daxili, yəni fərd daxili intellekt növünün xüsusiyyətləri. Başladıq. Deyir ki, hansı nəzəriyyəyə əsasən tərbiyəçinin rolu dəstəkçidir, fasilitatordur, bələdçidir. O Emiliyadır. Nəzəriyyələrdən? Nəzəriyyələr bizdə Piagetdir, Piaget, Vygotsky, Gardner. Bunlar bizim üçün nəzəriyyələrimizdir. 4 dənə də yanaşmalarımız var. İndi tərbiyəçinin rolu bələdçidir, dəstəkçidir, fasilitatordur. Bələdçi, o Vygotsky'dir. Vygotsky'dir, orada yəni scaffolding növündə oynayır da, o Vygotsky. Yanaşma olaraq. Amma yanaşma olaraq Emiliyanı götürürük. Bəli. Sonra deyir ki, öyrənmə inkişafı qabaqlayır. Bu nə deməkdir? Və kimə aid fikirdir bu? Öyrənmə inkişafı qabaqlayır, Vygotsky'yə aiddir də. Vygotsky həmişə öyrənməni, yəni zehni inkişafdan da Piaget'in fikirlərindən üstün tuturdu. Vygotsky deyirdi, əvvəl öyrənmə baş verir, sonra yəni inkişaf olur. Amma Piaget deyirdi ki, yox, əvvəl inkişaf, sonra öyrənmə. Yəni Vygotsky, yəni uşaq ətrafındakılar, yəni ətraf mühitlə, ətrafındakılarla sosiallaşaraq öyrənir Vygotsky'nin fikri. Piaget isə uşaqları yaş mərhələlərinə, yəni yaşlar mərhələlərinə bölərək, yəni uşaqlar özləri kəşf edərək, özləri yəni öyrənirlər. Hər yaşına, yaş mərhələlərinə uyğun inkişaf edirlər. Yəni idraki cəhətdən, yəni inkişaf edirlər, böyüyürlər. İndi mən sizə suallar verim, siz onun Vygotsky məxsus hansı termin olduğunu deyin. Müəllimin uşağa mərhələli və müvəqqəti dəstək verməsidir. O yaxın inkişaf zonasındadır. Müəllim ona, yəni dəstək verməsi nədir? Dəstək verir. Yəni yoxsa yaxın inkişaf zonası? Yox, scaffoldingdir. O dəstək verirsə scaffoldingdir. Onu aktual zonaya, yəni çatdırmaqdan ötürü ona dəstək verir. Uşağın çətinlik çəkmədən etdiyi fəaliyyətlərdir. Bu zonada inkişaf baş vermir. Bu aktual zonadır. Uşaq qarşısına qoyduğu məqsədə çatıb, nədir? Sərbəst şəkildə. Çətinlik çəkmədən etdiyi fəaliyyətlərdir. İnkişafın baş vermədiyi zonadır. O birinci zonadır. Uşağın rahat, komfort zonası. Uşaq bunu bilir. Özünün aktual birinci zonadır. Zona bilir, mövcud səviyyə zona bilir, sonra bəli, o bilir, yəni o məlumat haqqında, o iş haqqında uşaq məlumatlıdır. O orada heç bir çətinliyi yoxdur. İkinci hissədə yaşa uyğun. Yaşa uyğun. İnkişafın baş verdiyi zona, inkişafın baş verdiyi zona
İnkişaf baş verir aktual zonada. Uşağın sərbəst şəkildə o işin öhdəsindən gəldiyi zona, Müəllim, bacardığı zona. tələsməyin. İnkişafın baş verdiyi zona. Ay, o həmişə tələsləmək, inkişaf, yaxın inkişaf zonasıdır. O Bəli, bu inkişafın baş zonada verdiyi inkişaf zona. baş verir. İnkişaf baş verir. Aktual zonada da o bacardığı zona Hı hı. işdir. Uşağın tək başına edə bilmədiyi, lakin dəstəklə bacardığı sahədir. Hansısı? Yaxın inkişaf sahəsi. Proksimal zona nədir bəs? Proksimal zona elə özü yaxın inkişaf zonasıdır. Bəli, onun İkinci adı. ikinci adıdır. Bəzi ədəbiyyatlarda İkinci adı, qabağımıza bəli. çıxa bilər, bəli. İkinci adı. Yaxşı. Mən cümlələr deyim, siz baxın görün bu hansı yanaşmaya aiddir. Bütün fəaliyyətlər gündəlik rejim əsasında təşkil olunur. O gündəlik rejim əsasında olan Waldorfdur. Waldorfda gün rejimi təşkil olunur. Bütün fəaliyyətlər eyni saatda başlayıb eyni vaxtda da qurtarır. Bizimki kimi yəni. Gün. Mhm. Bəli, bəli. Bu pedaqoji yanaşmanın əsasını sosial konstruktivizm nəzəriyyəsi əhatə edir. Pedaqoji o da Waldorfdur. Sosial konstruktivizm. Yox. Emiliodur. Sosial konstruktivizmin əsasında Emiliodur yanaşma. Nəzəriyyə olaraq Vygotsky'dir. Bəli. Yəni bunlar ikisinin yanaşma ilə nəzəriyyənin oxşar cəhəti ikisi sosial Bəli. konstruktivizmdir. Waldorf heç bir Sosial- konstruktivizmə əsaslanmır. O Bəli, heç bir əsas, heç birinə əsas götürməyib. Onun özünün, yəni hər tərəfli uşağın hər tərəfli inkişafı əsasdır. Bütün cəhətlərində uşaqların inkişaf etdirməyi tərəfdarıdır. Deyir ki, qrup otaqları 4 hissəyə bölünür. 4 zonaya bölünür. İncəsənət zonası, oyun zonası, gündəlik fəaliyyət zonası. Hansı yanaşmaya görə? Bu Waldorfdur. Bəli, bu da Waldorf. Böyük oyun zonasıdır, kiçik rollu oyunlar zonasıdır. Gündəlik fəaliyyət zonasıdır. Bir də axırıncı incəsənət zonası, 4 dənə zonadır. Bəli. Müxtəlif yaşlı uşaqlar Uşaqlar inkişaf sərbəst- mərhələlərinə görə qruplaşır. Müxtəlif yaşlı uşaqlar inkişaf mərhələlərinə görə qruplaşır Montessori'dir. Bəli. 0-3 yaş şuursuz mənimsəmə, 3-6 yaş şuurlu mənimsəmə. Doğru. Bəs uşağın özündən daha bilikli olan yoldaşından öyrənə bilməsi üçün əsas ideya götürülür. O ideya Emilya yanaşmasındadır. Uşaq orada da yəni yaş iki fərqli yaş qrupudur. Orada da yəni uşaq deyir ki, özündən böyüklərdən öyrənir. Daha bacarıqlı, daha üstün biliyə malik olandan yəni öyrənir. Bu Emilya yanaşmasındadır. Bəli. Daha Fasilitator. Burada daha bilikli yoldaş Evet. fasilitator nəzərdə tutulur və Fasilitator. fasilitatorda Vygotsky'də olduğu üçün, Vygotsky'də Emilya əsaslandığı üçün birbaşa gəlib çıxır bu tərəfə, bəli. Bəs bu yanaşmaya görə otaqlar müəyyən vəsaitlərlə zəngindir. Kiçik yaşlı uşaqlar vəsaitlərdən yeni məlumatlar öyrənirlər. Bu Montessori'dir. Montessori'də yəni didaktik materiallardır. Hamısı yəni otaqda yerləşdirilir. Uşaqlar öz istəklərinə, yəni öz yəni intellektlərinə uyğun oyuncaqlardan istifadə edirlər, yaradırlar, sökürlər, qururlar. Yəni ta ki öz istəklərinə, yəni o didaktik materialdan istədikləri fiquru, yəni nəyisə düzəltməyə qadir olanda dayanırlar ki, bacardım. Bəli. Yəni sökülüb yığılan. Deyir ki, oyun texnologiyası tərbiyəçi müəllimin və uşağın mənəvi dünyasının vəhdətini yaradır və o bir tərbiyə metodudur. O Waldorfdur. Oyun texnologiyası. Oyun texnologiyası tərbiyəçi müəllimin və uşağın mənəvi dünyasını, vəhdətini yaradır. O bir tərbiyə metodudur. Oyun o Freiber'dir, Freiber. Oyun texnologiyası Freiber'dədir. Çünki o uşaqlara yəni deyir ki, uşaq oyun vasitəsilə deyir öyrənir. Müəllimlə uşaq yəni oyun vasitəsilə bir yerdə və o vəhdətdə, yəni bu oyun vasitəsilə öyrənir. Bəli, təlim-tərbiyədə deyir oyun tərbiyə metodudur. Tərbiyəçi müəllimlə Bəli. uşağın dünyasının vəhdətini təşkil edir. Müəllim uşaqlar deyir sevinəndə sevinməli, güləndə gülməli, ağlayanda da ağlamalıdır. Yəni onun hisslərini, mənəvi hisslərini başa düşməlidir deyir oyun prosesində. Bəs yaxşı. Freiber oyun əsas götürür. Bəli. Sizcə oyun hansı yanaşmaların ortaq cəhətidir? Oyun bütün yanaşmalarda, oyun Freiber'də var, Montessori'də var, Emilya'da var.
Bəs axı Hamısında mən o kitabda oyun verilib ancaq Vygotsky ilə Piagetin ortaq cəhəti. Biz onu ortaq cəhət kimi başqa yanaşmalara götürə bilirik. Piaget, Vygotsky Mhm. və Piaget ilə Vygotsky bəli oyun ikisində ortaq cəhət götürür. Uşaqlara Mhm. orada ikisinin mərkəzləşmiş olur, ikisinin ortaq cəhət, yaradıcılıq əsas götürülür. Sonra əməkdaşlıq götürülür bu Vygotsky ilə, yəni Yox, soruşuram Emin- ki, kitabda bizə verilən məlumata əsasən Piaget ilə Vygotsky-nin ortaq cəhəti oyundur. Bəs biz oyunu digər yanaşmalara da ortaq cəhət götürə bilirik? bütün yanaşmaların oyun əsas da təlim tərbiyədə oyun əsas roldur da. Məktəbə qədər yaşlı uşaqların inkişafında oyun aparıcı rol oynayır. İndi mən soruşuram ki, bu kitabda yazılmayıb. Biz onu oyun əsas götürə bilirik, ortaq cəhət kimi. Nəyə əsaslanıb götürürük? Oyuna ona əsaslanır ki, uşaqlar oyun vasitəsilə Bəli, öyrənirlər də. uşağın işi Bunlar oyundur. oyun bəli, oyundur. Uşaq oyunla öyrənir. Bəli. Uşağa biz onu elmi dildə başa salsaq, onu başa düşməyəcək. Amma oyun vasitəsilə təşkil eləsək o öyrətdiyimizi, o daha tez qavrayacaq onu. Bəli, uşağın işi oyundur. Ona görə də oyun bütün yanaşma və nəzəriyyələrin ortaq cəhətidir. Oyun bəli, Bəli, mərkəzində oyun durur. Bəli, bütün bəli, yazılmasa belə yanaşmaların bu mərkəzi. belədir. Yazılmamış qanun kimi bir növ. Uzunmüddətli və nəticəyönümlü işlər, layihələr, birgə qurmalar təlim tərbiyənin əsasını Emilya təşkil edir. yanaşmasıdır. O Emilya yanaşmasıdır. Yəni uzun müddətli, yəni elmin nəsə bir təcrübə, təbiətdə hansısa bir bitkinin yəni təcrübə olaraq yetişdirilməsini hazır öyrədiriksə uşağa, yəni onun hissəsi də uzun 1 aya, 2 aya, yəni bu layihə əsaslı öyrənmə sayılır. Ki, yəni Bəli, uzun müddətlidir. bəli, Əldə olmaq üçün müəyyən vaxt lazımdır. doğrudur. Aha. Yaxşı. Sonra intellektlərlə aranız necə oldu? Qarnerlə? Onlar superdir. Onlar da xoşlayıram. Mhm. Yaxşı. Hansından sual verim? Deməli, hansına dəymədik? Nə bilim, verin hamısını. Hamısından verin, görüm hansına yaxşı cavab verəcəm. Verbal lingvistin açar sözlərini deyin. Verbal lingvistik, yəni sözlüdür. Uşaq yəni oxuyaraq, nağıl eşidərək, nə bilim danışaraq, şeir, tapmaca belə söyləyərək, yəni lingvistik söz, burada nitq Mhm. əsas götürülür. Bəli. Bəs məkan vizualın açar sözləri hansılardır? Məkan vizual, yəni vizual olaraq görmədir. Uşaq yəni vizual olaraq beynində, təxəyyülündə canlandırdığı, görərək məsəl üçün bildiyi, yəni görərək ki, yəni bunu görməkdə yaddaşı, göz yaddaşı. Yəni bu belə başa düşürəm mən. Yəni testlərdə də o formada tapıram da. Yəni Doğru. uşağın xəyalında canlandırdığı, koordinasiya elədiyi, yəni sağda, solda, yəni istiqamətdə, yəni xəritələrdir, xəritələrlə uşaq deyir, yəni deyirik ki, indi navigatorla Bəli. belə gedir, çıxır və bunlar yəni məkanlara o yolla tanış oluruq. Doğru. Deyir ki, bu intellekt növünə malik olan şəxslər konseptual və abstrakt düşünməyə meyilli olurlar. Başqalarının gözdən qaçırdığı şablon əlaqələri görməyi bacarır. Sistemli mütəşəkkil düşüncəyə və məntiqi əsaslandırmaya sahib olurlar. O məntiqi intellektdir. Bəli, məntiqi Məntiqi- riyazi intellekt növüdür. Riyazi Doğrudur. intellektlər məntiqi cəhətdən araşdırır, səbəb nəticəsini tapır. Yəni bu məntiqi cəhətdən düşünür. Bəli. Bu intellekt növünə malik olan insanlar səs elementlərinə xüsusi yüksək reaksiya verirlər. O musiqi ritmikdir. Bəli. Yəni açar hansısa bir sözlər. uşaq əl barmaqları ilə taqqıldadır, onda nəsə ritm duyumu var. O özü yəni mızıldanır, zümzümə eləyir. Yəni bu musiqi ritmikə aiddir. Bəli. Aha, eyni şeydən sual vermək istəmirəm. Hamısına toxunduq. Dəymədiyimiz bir şey qaldı. Naturalist Hə, yox, ümumiyyətlə yanaşmalar nəzəriyyələrdən deyirəm. Hərəsindən biraz da. Dəymədiyimiz, toxunmadığımız biri qaldımı? Hamısına baxdıqmı? nə bilim, deyin də yenə də deyin. Uşaq müstəqil və daxili. Piaget, Aha, buyurun. bəli.
Buyurun siz danışın. Piaget'dən məsəl üçün zonalar var idi. Mərhələlər olar. Uşaqlar mərhələlər, birinci praktik zonalar dedi ki, öyrənmə zonaları. Orada uşaqlar müstəqilliyə öyrənirlər, bütün ev işlərində, yəni iştirak eləyirlər, bacarırlar müstəqil olmağa da, yəni bacarmağa çalışırlar. Hı -hı. Orada nitq var. Uşaq yəni körpəlikdən yəni nitqi uşaqda inkişaf eləməyə başlayır. Sonra hansı zona idi? Riyazi zona var. Sonra kosmik zona var. Bu hansındadır? Piaget'dədir o. Zonalar Piaget'dədir. Çaşıram ki, Montessori'də zonalar. Bəli, bu Monte'dən zonalardan. Ha, Montessori'də zonalar. Montessori qrup otaqlarını zəngin materiallarla təchiz eləmiş və qrup otağını bizim bildiyimiz, bizim güclü adlandırdığımız Zonalar, sensor inkişaf zonası. Zonalar vasitəsilə öyrənirlər də deyir. Uşaq yəni ki, dillə nitqin inkişaf zonası deyəndə uşaq deyir dünyaya gələndən başlayır yəni səslərlə yavaş-yavaş səslər çıxarmağa, sonra yəni danışmağa başlayanda sözlər vasitəsilə özünü tələffüz edir, yəni özünü fikrini bildirir. Məlam. Sonra artifikalizm nə idi Piaget'dən yad eləyək? Artifikalizm dünyanın insanlar tərəfindən yəni yaradılmasını deyir də. Yəni ki, dünya insanlar üçün yaradılır və ya da dünyanı insanlar yaradıblar. Bəli, hər şey biz insanlar üçündür və insanlar tərəfindən idarə olunur düşüncəsi olur uşaqlarda. Bəs yaxşı, sinkretizm nədir? Sinkretizm. Sinkretizm. Misalla gətirmək istəyirəm. Deyir yəni ki, it hürdü, yağış yağdı. Uşaq belə bir şey deyir. Yəni it hürdü, yağış yağdı. İt hürməsiydi, yağış yağmazdı. Yəni yanlış səbəb, Yəni ki, nəticə. yanlış səbəb nəticədə, amma heç bir oyunla əlaqəsi yoxdur. Uşaq belə düşünür. Hadisələr arasında sərt əlaqə qurmaqdır. Bunlar da ilkin əməli mərhələdə baş verən sözlər, anlayışlardır. İlkin əməli mərhələdə olan uşaqlar. Nə üçün? Animizm, bəli. Nə üçün uşaq Konversiya, bu cür cansız əşyaları canlı kimi təsəvvür eləyirdi. İstəyir stoldur, istəyir uşaq paduşkasını atır, deyir, ay paduşkam əzildi, məndən inciyəcək. Qoy götürüm. Yəni canlı hesabı, gözündə canlı görərik. Səbəb nədir Şəfəq müəllim? Səbəb uşaqda yəni ki, formalaşmayıb da, uşaqda tam formalaşmayıb inkişaf. Nə formalaşıb? Təcrübə yoxdur, təcrübə. Təcrübə formalaşmayıb, bəli. O hələ intuitiv və simvolik düşünmə mərhələsindədir. Ona görə xəyali, simvolik, xəyali düşünür, yəni xəyali olaraq düşünür. İntuitiv deyəndə uşaqlar məsələn ilkin əməli mərhələdə başlayırlar saymağa, amma əla. Bəs uşaqların Piaget'in zehni inkişaf mərhələlərində görə bu cür düşünməsinin səbəbi onların təcrübəsinin məhdud olması və konversiyanın formalaşmaması, sonra və o əlaqə qura bilməməsi, o birlikdə tək tərəfli düşünür. İki xüsusiyyəti nəticə çıxara bilmir. Bax bu səbəblərdən onda məhz təcrübə müxtəlifdir. Təcrübə müxtəlifdir. Ona görə də yanlış səbəb-nəticə əlaqələri qurur, yanlış fikirlər səsləndirə bilirlər. İndi mən sizə cümlələr deyəcəm, siz onların hansı yanaşmaya aid olduğunu deyəcəksiniz. Bəli, inşallah yaxşı. Müəllim fəaliyyəti təqdim etdikdən sonra uşaqlar materiallarla nə edəcəklərini, necə işləyəcəklərini özləri seçirlər. Müəllimə nəzəriyyədə yoxsa bir yanaşmalar. Müəllim fəaliyyəti Eee. uşaqlara təqdim etdikdən sonra uşaqlar materiallarla nə edəcəklərini, nə qədər işləyəcəklərini özləri seçirlər. Sizə nəyi xatırladır bu cümlə? Geldi müəllimə, Emil gəldi yoxsa Montessori'di müəllimə. Montessori'di. Çünki müəllim orada gözə görünməzdi də müəllimə. O elə verir, uşaqlar özləri eləyirlər. Mən düz dedim. Bəli, Monte'dir. Müstəqillik, azadlıq, sərbəstlik. Məktəbdə təhsilin banisi hesab olunur. Oyun vasitəsilə sistemli didaktik materiallarla öyrənməni əsas götürür. Freebildi. Oyunu təsərdən eşidirəm, Freebildi. Ətraf mühit sosial əlaqələrin göstəricisidir.
və uşağın Ə, inkişafına Vygotsky təkan müəllim. verən 3-cü müəllimdir. Söhbət yanaşmalardan gedir. Hə, 3-cü müəllim Emiliyadır. Baxın, təkrar edirəm. Ətraf mühit sosial əlaqənin göstəricisidir. Uşağın idraki inkişafına təkan verən 3-cü Bəli, müəllimdir. Montessori, bəli. Eyni sualdır, bəlkə verdiyiniz sualdır. Bəli, Emiliyadır müəllim. Emiliyadır, Yəni bəli. Montessori, bəli, Emiliya. Emişdir, emiş. 3-cü Emiş. müəllimdir. Öyrənmə Bəli, müəllim. prosesində əsas hədəf uşağın ruhuna azadlıq vermək, mənəviyyatını inkişaf etdirməkdir. Nağıllar, Valdorf hekayələr, müəllim. teatrlar, tamaşalar təşkil olunur bu təmadi. Bəli. Valdorf bəyimizdir. Bəli. Uşaqlara geometrik fiqurlar, top və müxtəlif həndəsi cisimlərdən ibarət xüsusi didaktik vasitələr təqdim olunur. Onlar dünyanı Monti dediyimiz şey Montessori'dir. yox, indi çaşdı. Burada çaşdınız. Baxın, uşaqlara geometrik fiqurlar, kub, silindr, kürə nəzərdə tutur. Toplar və müxtəlif həndəsi cisimlərdən ibarət xüsusi didaktik materiallar verilir. Ha, filə bildim, müəllimə Bəli. didaktik materiallar. Bəli, bəli. filə Geometrik fiqur, top və Bəli. müxtəlif həndəsi fiqur. Montedə didaktik material var, amma həndəsi fiqur Bəli. deyil. Başqa şeylərdir. Mən Monte izahında sizə göstərmişdim şəkildə orada Montessori slaydını. İzahda var deyə. Bəli, bəli, Oyuncaqlar bəli, bəli. qəşəng Demək taxtaları bir nəzərdə tutmuşam ona görə. Yoxsa Vygotsky hansındadır? Geometrik Valdorfdadır, düzür Aha, qarışdırdım. geometrik fiqur, top, müxtəlif həndəsi fiqurlar Bəli. kimi xüsusi didaktik materiallar verilirsə, bu Frebeldir, bəli. Tərbiyəçi müəllim gözə görünməz icra edicidir. Montessori'dir müəllimə. Bəli. Təlim mühitində texnologiyadan istifadə olunmur, oyuncaq və vəsaitlər əsasən taxtadan əl işi ilə düzəldilir. Valdorfdur. Bəli. Uşaqların qiymətləndirilməsi portfolyo əsasında aparılır. Ailələrlə Bəli. əməkdaşlıq. Emiliyadır. Emiliyadır. Bəli. Sonra müxtəlif yaşlı uşaqlar bir qrupda birləşir. Müxtəlif yaşlıdırsa, müəllimə bu Emiliya ilə Montessori ikisidir də, bəli. Bəli. Yoxsa bəli. Bir qrupda eyni yaşlı uşaqlar birləşir. Təlim Bu tərbiyə. bəli, bu Valdorfdur. Bəli. Beynəlxalq səviyyədə tanınan və təhsilə yeni baxış gətirən modeldir. Hamısı beynəlxalq səviyyədə Bəli. tanınır. Bəli. Tanıyırıq. Nə qədər gərəksizsə. Bəli. Bəli. Uzaq Azərbaycan ölkəsində onları tanıyırıqsa, bəli. Bəli. Oturublar bir kalçılıqdan hələsi bir söz danışıb bizdə qalmır. Yaxşı. Çalışıram eyni sualları verməyim bayaqdan. Müəllimə, Ceydən Piagetdən də verə bilərsiniz, zəhmət olmasa. Aha. Piagetdən də. Buyurun, yaxşı. İlkin əməli mərhələ hansı yaşı əhatə eləyir? 17 yaşı əhatə eləyir. Yəni bu ən çox işlənən bağçada o dövrdür də müəllimə. Burada Bu yaşda uşaqların akkomodasiya, xüsusiyyətləri necə olur? Hansı düşüncədə olur uşaqlar? bəli, uşaqlar bunlar akkomodasiya, assimilyasiya, animizm, sonra egoist düşünmə, bunlar hamısı o qrupa aiddir. Bu uşaqlar əslində özləri mən özlərini öndə görürlər, sual verməyi çox sevirlər. Onlar çoxlu suallardan istifadə edirlər. Sonra canlı-canlısızı qarışdırırlar, ümumiləşdirirlər, bütün hər şeyi ümumiləşdirirlər, saya bilirlər, ancaq geriyə saya bilmirlər, geriyə saymağı bacarmırlar. Sonra nə deyə bilərəm müəllimə? Suallar verirlər. Sonra deyim. Qruplaşdırırlar, bütün hər şeyi qruplaşdırır. Nəzərdə tuturlar ki, aya oyuncağını götürür, yerə yıxanda ondan üstüyünü sanırlar. Çünki canlı-cansızı qarışdırırlar. Onlar canlı-cansızı bilmirlər ki, onlar cansızdır da. Sonra Buna animizm deyirik. Aha, başqa nə var? Bəli. Sinekritizm, artifikalizm, sentrasiya, desentrasiya bunlardan bilirsiniz? Bəli, egoist düşünmə, yəni mən özünü öndə görürlər onlar. Sonra həddindən artıq ümumiləşdirirlər. Yəni bir dənə heyvan görəndə, yəni at görübsə əvvəldən bütün heyvanlara at deyə bilər. Yəni ümumiləşdirir, həddindən artıq ümumiləşdirirlər. Ona qədər sayırlar, geriyə saya bilmirlər. Yəni onlar unudurlar, unutqanlıq olur. Başqa nə deyim müəllimə? Konservasiyanın olmamasıdır. Konservasiyanın olmaması nədir bəs?
Konservasiyanın olmaması. Demişdik ki, uşaq yaşdır, çəkidir, ölçü anlayışlarını qavramırlar. Bölünmüş peçenya, stəkana süzülmüş pirinç Bəli, çayı. robot böyükdürsə bir robotun böyük olduğunu düşünür və onun çox ağıllı olduğunu düşünür ki, o hamıdan böyükdür. Yəqin ki, o hamıdan böyükdür. Bəli, uzun Yəni boy- ağıllıdır. uzun cavan Sonra- oğlanı balaca boy qoca kişidən daha böyük olduğunu düşünür. Bəli. Yəni yaşda böyük olduğunu Bəli. düşünür. Sonra bölünmüş Bəli. peçenyanın tam peçenyadan kiçik olduğunu düşünür. 5 dənə Bəli, aralı bəli. düzülmüş qəpiyi 5 dənə sıx düzülmüş qəpikdən, eyni qəpikdən çox olduğunu düşünür. Bu konservasiyanın, yəni kütlə, kəmiyyət, ölçü anlayışlarının formalaşmamasından irəli gəlir və hansı yaş əhatə eləyir? 2-7 yaşı. Bəli, 2-7 yaş məhdud təcrübədən dolayı. Təcrübə məhduddur. Ona görə uşaq bu Bəli. anlayışları fərqləndirə bilmir. Gardnerdən bəs? Bəli. Qadınını bilməli məsal verin. Aha. Xoşuma gəlir özü. Obsizlərə baxanda bundan Aha. xoşum gəlir. Bu intellekt növünə malik olan uşaqlar rol oyunları, tamaşaları, hərəkətli idman məşğələlərini sevirlər. Bədən kinestetik müəllimi. Mhm. Belə intellekt növünə malik olan uşaqlar gizli məkanları xoşlayırlar, səssizliyi xoşlayırlar, öz tempi ilə işləməyi sevirlər. Şəxslər arasıdır müəllimə? Yoxsa fərd daxili, fərd daxili Şəxs müəllimə? daxili və yaxud da fərd daxili, bəli. Belə insanlar, məsələn. belə intellekt növünə malik olan insanlar dizayn etməyi, şəkil çəkməyi, eskizlərlə işləməyi xoşlayırlar. İncəsənət işləri, incəsənət muzeylərinə ekskursiyalar, filmlər, slaydları dedikdə Məkan Bilmirəm. vizual müəllimi, göz Bəli. yaddaşı, məkan vizual, bəli, xəyal baxmaq, qurmaq, baxmaq, görmək, xəyalını bəli, canlandırmaq, canlandırmaq, bəli. beynində saxlamaq. Bu intellekt növünə malik olan uşaqlar oxumağı, yazmağı, söz oyunlarını, sonra müzakirələri, diskussiyalar, debatları sevirlər. Diskursiyalar, debatlar məntiqi riyazidir də Debat müəllimə. müzakirədir. Təkrar edirəm, oxumağı, yazmağı, hekayələri sevirlər, söz oyunları, kitab oxumaq, dialoqlar, debatlar, yəni müzakirələr. Bütün günü danışmaq. Danışmaq. Ən çox danışmaq hansı intellektdə idi? Verbaldadır da, verbal müəllim. lingvistikdir, Bəli, bəli, ədəbiyyatı da danışır, nağıl danışır, bəli, Bayaqdan onlar dedim şey. də onları mən oxumaq, yazmaq, Tarixi kitab oxumaq. yerlər, yaddaş, bəli müəllimə. Tarixi Söz yaddaş, ehtiyatı, səfədən açma dedim, saxlamaq, danışırlar. Bəli. kitab oxumaq, bəli müəllim, üzrlü sayın, Mhm. qarışdırdım. Müstəqil. Təbiəti sevən intellekt növü. Fərdi kinestetikdir müəllimə. Burada bitkilər, ağaclar danışırlar da, onlar bitkilər haqqında, ağaclar Natural, haqqında. nə dediniz? Bəli. Naturalist. Naturalist, Kinestetik naturalist. eşitdim mən. Yox, naturalist, bədən kinestetik dedim, naturalist. Adını da səhv yazmışam elə. Naturalist. Bilirəm amma adını. Təbiətlə, canlı ilə. Yaxşı, elə Vygotsky-dən başlayaq. Deyir ki, bu zona uşağın tək başına edə bilmədiyi, lakin dəstəklə bacardığı zonadır. Bu üçüncü zonada yüksək səviyyə müəllimi. Yüksək səviyyəyə çatmayıb axı. Deyirəm ki, uşağın Bu həm tək başına edə bilmədiyi, dəstəklə bacardığı sahədir. Tapşırığı tək başına edə bilmir, dəstəklə bacarır. bu zona 2-dir. Yaxın inkişaf zonasıdır müəllimə. Bəli. Deyir, uşaq tapşırığı başqasının birinin köməyi ilə yerinə yetirir də. Bu da yaşıl zonadır. Yaşıl zona. Aha. Şəkildəki kimi yadınızda qalır. Tamam. Birinci zonada uşaq potensialına uyğun da, məsələn, komfort zonadır, o da Bəli. sarı zonadır. Üçüncü zonada təcrübəsinin birinin dəstəyi olsa belə, uşağın özü çata biləcəyi səviyyədə 100 yaxın inkişaf. müvəqqəti lazım olan skaffoldinglə hərəkət edir. Bu da Skaffolding nədir? Kim skaffolding eləyə bilər? Fasilitator kimdir? skaffoldingdə məsəl üçün müəllimə də eləyə bilər, tək müəllimə tərbiyəçi eləyə bilməsə də bacı, qardaş, yaxın bir sabahlı uşaqlarla da elə bilərlər.
Skaffolding eləyə bilər. Skaffolding də pilləkən deməkdir. Məsəl üçün uşağın idrakı da yaxın inkişaf zonasında baş verir. Bax belə nə bilməm. Aha. Fasilitator kimdir? Fasilitator da müəllim, tərbiyəçi müəllimə. Ancaq müəllimə. Kimlər fasilitator ola bilər? Hə, özlərindən böyük uşaqlar ola bilər, bacı qardaşlar ola bilər. Böyük- Məsəl üçün birinci bir ola bilər də. Böyük yox. Daha bilikli, istənilən Daha bilikli şəxs, istənilən şəxs. Bunu istənilən fərq şəxs. Burada yaş söhbəti yoxdur. Ola bilər ki, yaşda mən balacayam, amma daha böyük adama məsəl üçün dərs deyirəm. Bu Məsləhət verir. Bəli. Bu skaffolding. Bəli. Skaffolding hansı zonada baş verir? Skaffolding 3-cü zonada. Yizdə, ikinci zonada, yizdə. Yüzdə də yüzdə. 3 deyil, zona 2-dir. Yaxın inkişaf Zona zonası. 2-də Bəli, yüzdə zona baş verir. Yaşlı zona. Mhm. Yaşlı zona. Benim müəllimələr deyəcək yaşlı zona nədir? O da təzə termindir. Ya. Müəllimə kitabda var da qəşəng rəhlərlə Hə, qoyursunuz. o kitabı hamı Sizin görür. Bax. kitabınıza görə. Yaxşı. Özüm biləmədiniz belə deyim. Piaget'in 0-2 yaşı hansı mərhələdir? Bu mərhələdə Ee, kitablar necə olur? Hissi hərəki mərhələdir Piaget'in. Onlar özləri elə bil ki, uşaqlar hissi hərəkətdə, yəni heç nə anlamırlar da. Onlar yadımdan çıxartdım heç nə. Hissi hərəki mərhələdə refleks davranışlar, şuursuz davranışlar olur, səs bulaşması olur, başqa əşyaların manipulyasiya, toxunaraq tanınması, qavranması olur. Məsələn, əşyanı atır yerə, elə bilir ki, daha gəlməyəcək də, davamı yoxdur. Sonra səs bulaşması olur. Onlar analarına o qədər öyrəniblər. Məsələn, qoyub gedəndə ana. Elə bil ki, anası daha gəlməyəcək də, ayrılıq təşvişi olur. Sonra onlarda ertələnmiş bir də gecikmiş təhliq olur da. Məsələn, sağa müşahidə etdiyi davranışları o saat təhliq edirlər də. Məsəl üçün, müəyyən zaman keçdikcə onlar təhliq edə bilirlər yavaş-yavaş. Öyrənirlər müəllimə. Bəli, gördüyünü həmin anda yox, bir neçə müddətdən sonra təqlid edirlərsə, Tədbir edirlər ki, yox, əşya var imiş də, davamlıymış. o əşya davamlılıqdır. Gecikmiş təqlid uşağın bir hərəkəti görüb bir başqa vaxtda onu imitasiya eləməsidir. Yəni daha sonradan. Birazdan birdən yadına düşür ki, nəsə qonaq gedib, nəsə bir hərəkət görübsə də, onu o da təkrarlayır da. Birazdan sonra onu Yəni Məsəl üçün, təcrübə siqaret toplayır da, o çəkirsə gördüklərindən təcrübə toplayır. Yaxşı. Bəs təcrübə toplayır. Montessori'də yaş bölgüsü necədir? Montessori'də yaş bölgüsü 0-3 yaş, şuursuz, 3-6 yaş şuurlu. O müxtəlif yaşlar qruplardır. Emiliyanın ikisinə aiddir. Onlar böyük uşaqlar kiçik uşaqlara kömək edirlər. Onların sayəsində bir də böyük uşaqlar kiçik uşaqlara empatiya ilə yanaşırlar da, onlara empatiya göstərirlər. Montessori'nin yanaşmaları da belə. Bəli. Bəs Emiliyada yaş Deməli. bölgüsü necədir və nəyə əsasəndir? Emiliyada da yaş bölgüsü müxtəlif qruplarlandır. Onlar da ona əsasəndir. Onda da daha biri bilikli də ona kömək edə bilər. Daha bilikli. Mühit 3-cü müəllimdir. Kimə aiddir? Emiliya aiddir. Bəli. Mühit 3-cü müəllimdir. Sonra korrektdə olan oyuncaqlarla hazırlanmış çevrə. O Montessori'yə aiddir. Bəli. Otaqda heç bir texnoloji avadanlıq olmur. Uşaqlar təbii oyuncaqlarla oynayırlar. Waldorf'a aiddir. Bəli. Texnologiyadan qıraqlı, o 7 yaşından sonra deyir, uşaqlar öyrənə bilər, yaza bilərlər. Plastik qablardan, məsələn, belə qablardan istifadə olunur da, onlarda hamısı taxtadır. Oyuncaqlar taxtalardandır. Məsələn, ip yumaqlardandır belə.
top kimi düzəldirlər onu belə uşaqlara Mhm. verirlər. Bəli. Müəllim fəaliyyət verdikdə asudə vaxt zamanı, asudə vaxt deməyək də, ümumiyyətlə də yəni müəyyən bir saatda hekayə danışır, uşaqlar hekayəni tamaşalaşdırırlar, səhnələşdirirlər. Bu hansı yanaşma üçün əsas fəaliyyət hesab olunur? Tərbiyəçi nağıl danışır, Bəli. uşaqlar da səhnələşdirirlər, rollar üzrə canlandırırlar. Hansı? Verbal da müəllimə. Qarnerdən eləmi bu? Yox, deyirəm Yanaşma. yanaşmaya, hansı yanaşmanın qardir nəzəriyyədir. Deyirəm ki, hansı Qarner. yanaşmanın əsas fəaliyyəti tərbiyəçinin nağıllar danışması, hekayələr danışması, uşaqların da rollar üzrə səhnələşdirilməsi, dramlaşdırmasıdır. Hansı modelə görə ən Bu da Vrebelə görədir. hansı? Vrebel. Waldorf. Waldorf bağçalarının əsas fəaliyyətidir rollar üzrə səhnələşdirmələr, bir də müəllimənin nağılları. Nağıl orada çoxlu nağıl olur. Çoxlu deməli Nağıllar olur. bədii fəaliyyətə üstünlük verilir. Baxın, məşğələ olaraq yox ha, bədii fəaliyyət. Yəni incəsənətləri, fəaliyyət. nağıllar, hekayələr, səhnəciklər, bunlar hamısı fəaliyyət var, fəaliyyət mövzusu. Oradakı bədii fəaliyyətdir və bədii fəaliyyət üstünlük təşkil edir Waldorfda. Deyir ki, təlimdə əsas məqsəd uşağın zehni inkişafını yox, mənəvi tərəfini, ürəyini, zehninin vəhdətini formalaşdırmaqdır. Elə bu da Waldorfda Bəli. aiddir Müəllim müəllimə. uşaqlara söz azadlığı verir və onların fikirlərini ifadə etməsi üçün də şərait yaradır. Waldorfda aiddir müəllimə. Hı. Söz azadlığı verir, müstəqillik verir. Elə. Bəli. Müstəqillik də var müəllimə. Bəli, var. Azadlıq, humanistlik, sonra nələr var? Humanist. Nələr var idi Ruhin başqa? tərbiyəsi, Waldorfun məsuliyyətlilik, təxəyyülü. Elə müəllimə. Bəli. Başqa nə var Waldorfun? Waldorfun açıq sözlərindən müəllimə. Ruhun azadlığı, emosiya hisslərinin inkişafı, daim inkişaf edən insan, məsəl üçün, birgəlik, bərabərlik, Bəli, sonra bərabərlik inkişaf etdirmək. Aha. Yaxşı. Sonra bir də ilk 7 ildə məsəl uşaqlar müşahidə yolla öyrənir də, onların yazmaq, oxumaq olmaz da, tez yorula bilərlər. Texnologiyalardan uzaq tutulur. Sonra bir də təcrübələrlə elə bil müxtəlif anlayışlarla əldə edir də onlar. Təcrübələrdən müxtəlif anlayışlar əldə edirlər. Anlayışlar. Bir də qrupda eyni uşaqlar olur da, eynən bizimkilər kimi də olur. Rejim olur. Bəli. Ruhun tərbiyəsidir, nə bilim. Frebeldə məsələn uşaqlar deyir, Frebel texnologiyası, məsələn rəngli toplar olur, kublar olur, kağızlar üzərində kövrək uşaq dünyasında zəngin mənəviyyatı olur. Yəni, o da çox uşaqları elə bil, məsəl üçün fiziki tərbiyə, hərəkəti, gəzinti olur onlarda da. Yapma, rəsm, ana dili, riyaziyyatda onlara yüksəkdə yol verilir. Müəlliməni məsəl üçün bağban hesab edir. Uşaqları isə bağçada güllər hesab edir. Elə Frebeldən yaranıb da bağça sözü Frebeldən götürülübdür. Kindergarten sözü. Necə? Kindergarten. Uşaq bağçası sözü ilk dəfə orada istifadə olunub. Bəli. Frebelə həm də biz nə deyirik? Uşaq bağçasının banisi hesab olunur. Banisi də ilk dəfə elə bil uşaq bağçası ondan götürülür. Oyun pedaqoji vasitə olmalıdır, deyir tərbiyəçinin əlində. Kim deyib onu? Oyun elə Frebel deyib müəllimə. Sonra deyib ki, xalq yaradıcılığı, xalq folkloru təlim-tərbiyədə əsasdır. Elə o da Frebeldir. Bəli, bu da Frebeldir, doğrudur. Bəs Gardner nə deyib? Gardnerin mən sizə intellekt növü deyim, siz mənə onu deyin, görüm hansı bacarıqları olur.
Deməli, ən asansından toxunduq. Bax, bədən kinestetik intellektdə Gardner nə deyib? Necə olur belə insanlar, belə adamlar, uşaqlar? Onlar tez musiqi duyumunu tez tuturlar bədən kinestetikdə. Məsəl üçün o hərəkətli insanlar olur, mimikalarla, jestlərlə tez başa düşürlər. Sonra bir də çevik olurlar. Qaçmaq, tullanmaq, onlar hamısı bədən kinestetikə aid də, mən hərəkətli. Aha. Elə dedim, səhv dedim. Deməli, bədən kinestetikdə elə adından göründüyü kimi bədənini hərəkət elətdirmək. Bəli, praktikanı xoşlayır, tamaşanı, idmanı, hərəkətliliyi sevir belə insanlar. Bəs yaxşı, bəs naturalist? Naturalist də təbiəti xoşdurlar müəllimə. Elə bil onlar hər vaxt elə bil meşədə qalmaq istəyirlər, təbiət qoynunda dincəlmək istəyirlər naturalistlər də. Heyvanları, bitkilər aləmini sevən, tədqiq edən, araşdıran, onlarla münasibəti xoş olan. Məsələn, insan var ki, heyvanları, pişikləri xoşlamır, insan var ki, xoşlayır. Bir növ belə bir şey. Fauna deyirəm, flora, fauna, o vaxtdan elə o yadımda qalır. Bəli, doğru. Yaxşı. Heyvanlara qulluq, qayğı göstərmək. Bəs Məsələn, hara gedirlərsə də əkmək istəyərlər. Bəli, doğru. Bəs Bitkiləri. şəxslər arası Şəxslər arasında ki, müəllimə, liderlik bacarırlar. Şəxslər arasında lider olmaq istəyirlər. Onlar, yəni ki, çox ünsiyyətçil olurlar. Yoldaşlarına qarşı da mehriban olurlar. İstəyirlər tez-tez nəsə kömək eləmək istəyirlər də. Məsələn, yoldaşına kömək eləmək istəyirlər. Çox belə, lider deməkdir. Ekstraver insan olurlar bunlar. Ekstraver insan olurlar da bunlar. Əhval-ruhiyyəsini tez başa düşürlər qıraqdakı insanların. Məsəl üçün, əgər bilirlərsə də onlara nəsə kömək eləmək istəyirlər də, əhval-ruhiyyələrini düzəltmək istəyirlər. Doğru. Piaget'in yaşların deyin, bir də şeylərin deyin. Əsas xüsusiyyətlərini. Piaget'in yaşları 2-4 yaş. Mərhələlər hansılardır? 0-2 yaş. Amma müəllimə yanaşmalarını yox ha, bir dənə nəzəriyyələrini oxumuşam bütünündə. Bildim. Deyirəm ki, Piaget'in zehni inkişaf mərhələsinin 0-2 yaş hansı mərhələdir? 0-2 yaş deməli hissi hərəkidir. Sonra 2-7 yaş ilkin əməlidir. Bir də var konkret əməli, 4 dənə hissədən ibarətdir. Bir də formal əməli. Konkret əməli də 7-11-dir, formal əməli də 11 yaşdan yuxarıdır, səhv edəmirəmsə. Deməli, hissi hərəki mərhələ personatal mərhələdir, 0-2 yaşdır. Burada səs bulaşması olur, burada refleksiv davranışlar olur. Yəni, nə bilim, sonra anadan ayrılırsa elə bilir ki, ananı bir dəfəlik itirdi, ayrılıq təşvişi deyən bir şey olur. Sonra ertələnən təqlid oxumuşdum, orada demişdiniz gecikmiş təqlid deyilir ona. Düzdürmü müəllimə? Düzdür. Sağalıq dövründə. Sonra digərləri? Sonra ilkin əməli mərhələ var, o özü 2 yerə bölünür. Əməliyyat öncəsi, buna əməliyyata qədərki də deyilir. Bir də ilkin əməli. İlkin əməli özü də 2 yerə bölünür, 2-4 yaş. Burada uşaq 200-dən 2000-ə qədər sözü eşidir, bilir. Yəni, o da o anlama gəlmir ki, 2000 söz işlədir. O deməkdir ki, yəni ona anlayır. Bəli, o qədər söz ehtiyatı olur, en azından eşidir. Bir də bu zaman simvolik ilkin əməl mərhələ 2 yerə bölünəndə simvolik mərhələ olur, 2-4 yaş. Burada simvolik oyunlar artır, söz ehtiyatı olur, uşaq situativ düşünür, birbaşa müşahidə yolu ilə qavraya bilir.
Sonra da var intuitiv 4-7 yaş mərhələ. Burada da uşaq çoxlu dayanmadan suallar verir. Məntiqi düşünür artıq. Əvvəlkinə nisbətən daha yaxşı inkişaf eləyir, qavrayır. İntuisiyası, müşahidəsi bunun üzərində qurulur. Onun da xüsusiyyətləri müəllimə çox vaxt səbəb nəticəni səhv başa düşür. Məsələn, elə bilir ki, necə deyirlər, hər şey səhv başa düşür də. Göydə ulduz getdisə, nə bilim, nəsə olacaq, olasıdır belə bir şey. Səhv düşünür, amma intuitiv düşünür də, yəni belə deyim. Aha. Sonra ilkin mərhələnin xarakterik əlamətləri egosentrik olur. Burada artikalizm olmalıdır, animizm, sinekterik düşünür. Sinekterizm qarışıq təfəkkürdür. O deməkdir. Siz demişdiniz, mən qeyd eləmişdim ora. Qarışıq düşün. Animizm də elə bilir ki, canlı cansız varlıqları qarışdırır da, yəni canlı bir şeydə, cansız bir şeydə canlı kimi bilir. Bəli. Orada artikalizm var, o insan tərəfindən dünyanın yaradılması kimi bilir. Elə bilir ki, yaxşı kimsə yağdırır, yəni belə. Günəşi kimsə çıxdırır, belə. Sonra orada simvolik oyunlar var. Adicə bir qapağı götürür, onu yəni oyun kimi artıq şey eləyir, qəbul eləyir. O onun təcrübəsi olur və bu arada. Başqa müəllimə, orada var sentrasiya, bir də desentrasiya. Sentrasiya öz fikrini əsas tutur. Desentrasiya tam onun əksi başqalarının fikrini əsas tutur. Yəni belə. Sonra egosentrik olmalıdır. Orada mən deyir. Mən hər şeyin mərkəzində ancaq və ancaq özünü görür uşaq. Ancaq get-gedə o egosentrizm dağılır. Bu da baş verir sentrasiyadan, orada konservasiya olmalıdır. Ondan sonra baş verir. Sonra müəllimə istəyirsiniz sual verin. Buyurun. Vygotskin zonaları hansılardır? Onu da deyin. Mənim 3 zonası var. Yaxın bəli, zona 1, zona 2, zona 3. Birinci komfort zonadır. Sonra yaxın inkişaf zonasıdır. Bu zaman artıq məndə heç rəngli deyil, ay müəllimə. Çıxartdırmışdım PDF-də, çünki bildim ki, sertifikasiyada rəngli düşməyə bilər. Yəni, rənglərlə yox, elə qara ilə örgənmişəm. Deməli, orada mövcud səviyyədir. Birinci zona mövcud səviyyədir. Yəni, sonra ikincisi buna yaxın inkişaf zonasıdır və ona proksimal zona da deyilir. Proksimal zona. İkincidə öyrənirlər, artıq öyrənmə başlayır. Üçüncüdə isə tam öyrənmiş vəziyyətdə olur. Yəni, ikinci zona effektiv zonadır. Üçüncü zona isə artıq öyrənilmiş rəng. Orada artıq hər şeyi bilir də, yəni uşaq. Belə deyim. Yəni uşağın öyrənməsi zonalarla baş verir. Sonra orada skafolding var. Skafolding dəstəkdir, müvəqqəti körpüdür. İstəyirsiniz skafoldingdən belə variantlar verin. Deyil, hansıdır, hansı deyil seçim müəllimə belə. Uşağın tərbiyəçinin yönəldici suallar verməsi. Skafoldingdir. Uşaqlara tapşırıqları tez yerinə yetirin. Cəld olun demək. Skafolding deyil. Uşaqlara addım-addım, hissə-hissə izah vermək. Skafoldingdir. Nağılı danışdıqdan sonra çətin sözlərin mənasını izah eləmək. Skafoldingdir. Yaxşı. Tapşırıq, uşaqların suallarına birbaşa cavab vermək. Skafolding deyil. Uşağın yerinə tapşırığını, məsələn, uşaq tapşırığı başa düşməyib, müəllimənin özünün həll etməsi. Bax, nə edirlər deyib həll eləmək. Deyil. Deyil. Mütləq şəkildə müəllim, bəs nümunə göstərməsi?
Verdiyi müəllimin nümunə tapşırığa uyğun göstərməsi nümunə göstərməsi. O Bəli, yox, onun bənzəridir. skaffoldingdir. Bəli, skafold. Skaffoldingdir. Mhm, Bəli, skafold. mhm. Xoşum gəlib bu skaffoldingdən. Əvvəl yazmışdım ora ki, o nə deməkdir? Onun üstündə o qədər dayandım ki, artıq əzbər bildim. Məlumat. Çox şükür. Yəni, Hamısını uşağın kaş elə bildim. proses zamanı fəaliyyətdə qarşılaşdığı çətinliyin həll olunmasına kömək eləyən vasitədir skafold. Bəli. Addım-addım, dəstək-dəstək. Məlumat. Mhm. Verin müəllimə, sual verin. Həvəsə gəlmişəm. Siz